Bakı Dövlət Universiteti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və Konstitusiya və suverenlik ilinə həsr olunmuş Ulu Öndər Heydər Əliyevin siyasi irsi, qüdrətli dövlətin əsasları mövzusunda konfrans keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə çiçəklər düzülüb, xatirəsi ehtiramla yad edilib. Konfrans iştirakçıları Bakı Dövlət Universitetinin Heydər Əliyev muzeyini də ziyarət ediblər. Konfransın açılış mərasimindən əvvəl ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolu və zəngin dövlətçilik fəaliyyətindən bəhs edən video sujet nümayiş olunub. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev konfransın Azərbaycan Respublikasının ümumilli lider Heydər Əliyevin müəllifi olduğu ilk konstitusiyasının 30, tariximizə qızıl hərflərlə yazılmış böyük qələbəmizin 5 illiyi münasibəti ilə Konstitusiya və suverenlik ilində keçirilməsinin xüsusi rəmzi məna daşıdığını bildirib. Qeyd edib ki, konfrans Ulu Öndər Heydər Əliyevin tükənməyən siyasi irsinin, qüdrətli Azərbaycan dövlətinin qurulması üçün ümumilli lider tərəfindən formalaşdırılan əsasların öyrənilməsi və tədqiqi istiqamətində əldə edilən nəticələrin müzakirəsi baxımından xüsusi önəm daşıyır. YAP sədrinin müavini, mərkəzi aparatın rəhbəri Tahir Budaqov isə bildirib ki, ümumilli lider Heydər Əliyev zəngin dövlətçilik irsi və mütərəqqi ideyaları ilə əbədi yaşarlıq qazanıb. Onun sözlərinə görə müdrik dövlət xadimi Sovet dövründə Azərbaycan SSR-nin rəhbəri kimi Respublikamızın intibahına nail olub, gələcək müstəqilliyinin əsaslarını formalaşdırıb. Sonra YAP sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim olunub. YAP sıralarına yeni qəbul olunmuş BEDO-nun nəzdində Gənc İstedadlar Liseyinin müəllimi Arzu Orucova, Tarix Fakültəsinin 2-ci kurs tələbəsi Ayan İsmailova çıxışlarında Ulu Öndərin ideyalarının davam etdirəcəklərini bildiriblər. Yeni Azərbaycan Partiyasının himni səsləndirildikdən sonra tədbir Bakı Dövlət Universitetinin Mədəniyyət Yaradıcılıq Mərkəzinin hazırladığı bədii hissə ilə davam edib. Bilirsiniz, biz bir neçə sonra Ulu Öndərimiz, milli liderimiz Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünü qeyd edəcəyik. Və bununla bağlı bütün ölkə üzrə silsilə tədbirlər davam edir və bugün də bizim ən qabaqcıl təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində Ulu Öndərimizin məzunu olduğu universitetdə də bu cür tədbir keçirildi. Bilirsiniz ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir və Azərbaycan, müasir Azərbaycan, müstəqil Azərbaycan məhz Ulu Öndərin adı ilə bağlıdır və Ulu Öndərimizin vaxtı ilə hələ Sovet dövründə əsası qoyduğu inkişaf Azərbaycanın sonradan müstəqil dövlət kimi ayaq üstə durmasında, inkişaf etməsinə böyük rol oynamışdır. Lakin ikinci hakimiyyətə qayıdışından sonra Heydər Əliyevin gördüyü işlər artıq müstəqil Azərbaycanın regionda lider dövlətə çevrilməsində, Azərbaycanın beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutmasında böyük rol oynamışdır. Bu konfrans yeni böyüməkdə olan nəsli, qüdrətlənən Azərbaycanın həm bugündən, həm sabahına hazırlamaq məqsədi daşıyır. Heydər Əliyev ideyaları yaşayır, əbədidir və biz Heydər Əliyev irsinin öyrənilməsi, onların gənc nəslə aşılanması istiqamətində də kifayət qədər işlər görürük və bu istiqamətdə görəcəyimiz işlər çoxdur. Heydər Əliyev Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunudur. Biz həmişə bununla fəxr etmişik və fəxr edəcəyik. Leyla Səməndər, Cuma Kazımov, Fizzə İsmailova, Yeni Azərbaycan Televiziyası.